Olub ki, pasient dərdi səri sizə depressiyaya salıb, tam səmimi, yox, depressiyaya sala bilməz. Amma ki, düşündürür də, olur ki, sən gün boyu çox düşünürsən o pasiyenti. Məsələn də situasiya, vəziyyət, borderline tipli şəxsiyyət, borderline şəxsiyyət pozuntusu olan, kəskin şəkildə özü borderline pozuntusu, yəni ən çətin pasiyentlərdə onlar. Ən çətin, ən qəliz. Çünki orada daim intihar düşüncələri, intihar cəhdləri orada psixiatrlarda həm müalicə olunur və paralel olaraq da psixoloqla da olunmalıdır. Yəni, belə deyim də sizə də, Marsha Linehan deməli özü borderline olan bir şəxs olub, nə vaxtsa da zamanında, yəni özü də kəskin şəkildə psixiatrik больницada da yatıb. Yəni ki, o vaxtlar sırf borderline pozuntusunu nə dərəcədə, necə müalicə olunmalı idi, yəni psixoterapiya üsulu ilə, onun hələ bir yolları, hələ bir üsulu yox idi o vaxtlar. Ancaq əsasən dərman müalicələri idi. Yəni ağır, çətin müalicələr idi də. Yəni o vaxtlar özünə söz verir ki, heç nə psixologiya ilə, nə psixiatriya ilə məşğul olan bir insan olmayıb da. Amma deyib ki, öz-özünə mən bunu özüm bu vəziyyətdən çıxarsam, yəni özüm bacarsam bunu. Yəni ki, daha illər də artıq deyəsən sağdır da. Hə, sağdır məncə. Yəni artıq deyəsən 80 neçə yaşında bir insandır. Sonra onun öz klinikası, yəni bu üzrə professor oldu. Yəni sözüm odur ki, borderline tipli insan, şəxsiyyətlər, pozuntu olan insanlar, borderline pozuntusu, yəni onlara belə deyim sizə də, bax bu Marsha Linehanın yaratdığı terapiya növü necədir? Bir neçə psixoloq hələ bil. Yəni bir insana borderline tipli şəxsiyyətə bir neçə psixoloq lazımdır. Çünki onlara ilk zamanlarda, yəni ki, hələ bir qoşuldu, hələ bir müraciət etdi və bu insan o dönəmdə daim intihar düşüncələri və cəhdləri olur. Düzdürmü? O insanı durdurmaq üçün, yəni o insan istədiyi hər bir vaxt hələ bir əlaqədə ola bilməlidir, danışa bilməlidir psixoloqla. Yəni bir psixoloq da buna bəhs etmir axı. Buna gəlir bir komanda şəklində. Ona görə bu insan gecə yarı da zəng etsə, gündüz də haçan istəsə ki, söhbət etsin. Yəni bu insanı biraz emosional regulasiya eləsinlər. O hələ ki, yəni emosional dizregulyasiya çox kəskin şəkildədir. O insanlar özlərini regulasiya edə bilmirlər duyğularını. Ona görə də bu intihara cəhdləri hədsiz dərəcədə həm çox olur, həm də ki, qarşılarını özü ala bilmirlər, impulsivdirlər. Yəni bu impulslardan onları saxlamaq üçün bir komanda lazım olur. Yəni mənim o pasiyentim il yarım çəkdi onunla. Yəni heç də asan deyildi, çətin idi. Özdəki hal-hazırda yəni indi belə bir terapiya üsulu mümkün deyil idi də, komanda şəklində olsun. Yəni hə, depressiyaya salmırdı, amma ağır idi, çətin idi.